ətraflı, geniş cavablar tapa biləcəklər. Əgər siz qeyd etdiyiniz kimi başqa mövzulara da müraciət etsələr, yalnız qeyd olunacaq ki, onlara siz deyək ki, filan yaş sinifinə aitsiniz, filan sinifdə oxuyursunuz və sırf təhsillə bağlı olan suallarınıza cavab tapa bilərsiniz. Salam, hər vaxtınız xeyir olsun. Əziz Planet FM dinləyiciləri, siz Azərbaycanın ilk elmi maarifləndirici radiosunu eşidirsiniz və yenə də maarifləndirməyə davam edirik. Ümumiyyətlə, sentyabrın 15-dən yeni tədris ili başlayandan bu tərəfə hiss etmisinizsə, təhsillə bağlı mövzularımız daha çoxdur. Çünki bu həm aktualdır, həm təhsillə bağlı mövzular hamı üçün maraqlıdır. Düşünürəm ki, dinləyicilərimizin böyük əksəriyyəti bu mövzuları dinləməkdə maraqlıdır və yeniliklərdən xəbərdar etmək də bizim öhdəmizə düşən vəzifədir təbii ki, və bu işlə məşğul olanların, bu yenilikləri həyata keçirənlərin və tətbiq edənlərin vəzifəsidir. Elə onlardan 2 nəfər də bugün studiyamızda zaman maşınında mənimlə həmsöhbət olacaqlar. Siz məni Nigarə eşidirsiniz. Qonaqlarım isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində rəqəmsal inkişaf sektorunun müdiri Fidan xanım Nəcəfovadır və Natəvan xanım Bədəlivadır, təhsil sisteminin informasiyalaşdırılması idarəsinin əməkdaşı. Hər ikiniz xoş gəlmisiniz. Təşəkkür edirəm ki, dəvətimizi qəbul etdiniz və gəldiniz. Çox sağ olun. Və Natəvan xanım, sizdən başlayaq. Rəqəmsal məktəb platforması barədə sizinlə artıq söhbət etmişik və siz səhv etmirəmsə söhbətimiz əsnasında demişdiniz ki, orada yenilik olacaq, köməkçi istifadəyə veriləcək, bot istifadəyə veriləcək. Yəni istəyirəm bu barədə danışaq daha ətraflı. Rəqəmsal məktəb platformasının işinin daha da təkmilləşdirilməsi ilə bağlı daha bir yenilik. Buyurun. Nigar xanım, təkrar dəvətin üçün təşəkkür edirəm. Doğru vurğulayırsınız. Biz ötən verilişimizdə rəqəmsal məktəbdə olan yeniliklərlə bağlı qısa da olsa məlumat vermişdik. Onlardan biri də rəqəmsal köməkçi, yəni qeyd etdiyiniz chatbot məsələsi idi. Bu rəqəmsal məktəb platformasında şagird və müəllim kabinetləri üzrə nəzərdə tutulmuş bir funksionallıqdır. Qeyd edim ki, şagirdlər üçün fərqli yanaşma, müəllimlər üçün fərqli yanaşma nəzərdə tutulub. Şagirdlərin dərs müddətində deyək ki, müəllimdən yalnız bir dəfə soruşmaq imkanı, əlini qaldırıb bir dəfə soruşmaq imkanı varsa və yaxud elə şagirdlərimiz olur ki, onların utancaqlığını nəzərə alsaq, müəllimdən utanırlar söz soruşmağa və bu və digər kriteriyaları nəzərə alaraq onlar üçün belə bir yardım kimi deyək ki, dərsdən sonra uşaqlar üçün yardım nəzərdə tutuldu. Şagirdlər istənilən məkandan, istənilən cihazdan istədikləri vaxt dərsə aid, tədrisə aid suallarını məhz bu bölmədən rəqəmsal köməkçi bölməsindən soruşa bilərlər. Hələlik bu qədərini deyim, əlavələrin irəliləyən suallarda ətraflı cavablandıraram. Çox maraqlıdır. O köməkçiyə deyirsiniz, sırf dərsə aid suallar ünvanlamaq olar. Yəqin ki, başqa, indi biz insan faktorunu mütləq nəzərə almalıyıq da. Mən əminəm ki, şagirdlər mövzudan kənar suallar ünvanlayacaqlar həmən köməkçiyə. Bu nəzərdə tutulubmu? Yəni onun yaradılmasında, proqramlaşdırılmasında elə yəni mövzudan kənar sualların necəsə humanist üsullarla cavablandırılması yəqin ki, proqramlaşdırılıb və nəzərdə tutulub. Nəzərə alsaq ki, rəqəmsal köməkçi sırf təhsil yönümlü və dərsliklərə yönəlik, dərslikdə əhatə olunan materiallara yönəlik nəzərdə tutulur və bu səbəbdən şagirdlər yalnız dərslə bağlı olan suallarına ətraflı, geniş cavablar tapa biləcəklər. Əgər siz qeyd etdiyiniz kimi başqa mövzulara da müraciət etsələr, yalnız qeyd olunacaq ki, onlara siz deyək ki, filan yaş sinifinə aitsiniz, filan sinifdə oxuyursunuz və sırf təhsillə bağlı olan suallarınıza cavab tapa bilərsiniz. Yəni kimi mesajla qarşılaşacaqlar. Məsələn, mən şagirdəm, amma fikrim dağınıqdır, hiperaktivəm və heç məlumatım yoxdur ki, sabah hansı dərslər olacaq, özümlə hansı yəni fənnə aid dərsliyi götürüm, dəftəri götürüm, düzdür elektron dərsliyi də var, indi ola bilər də dərslik götürməliyim. Bunu mən məsələn rəqəmsal platformada köməkçiyə ünvanlasam ki, mən filan sinifin şagirdiyəm və sabah mənim dərs cədvəlimdə hansı dərslər nəzərdə tutulub, o mənə cavablandıracaqdır sualımı. Çox maraqlı sualdır. Əslində şagirdlərin kabinetinə sırf yönəlmiş bir funksionallıq olduğuna görə alət artıq tanıyır ki, bu şagird neçənci sinifdir və onun gündəlik dərs cədvəli orada olduğuna görə, yerləşdirildiyinə görə, yəni birbaşa jurnaldan inteqrasiya olunub cədvəl ora, şagirdin cədvəli orada olduğuna görə cavab verəcək ki, sən adın filan kəsdir,
Falan günü, falan saatda, falan dərsiniz var. Bu günə neçə dərsiniz var? Yəni bu məlumatlar yer alır orada. Təbii ki, cavab tapa biləcək. Əslində çox maraqlı tətbiqdir, çox maraqlı yenilikdir. Nəyə görə? Yəni bəlkə də bir 10 il bundan əvvəl tətbiq olunsaydı özünü doğrultmayacaqdı. Amma biz indiki nəslini nəzərə alsaq və onların artıq doğulandan texnologiya ilə təmasda olduğunu nəzərə alsaq, yəni onlar üçün adi bir prosesdir bu və düşünürəm ki, sevə-sevə istifadə edəcəklər ondan, yararlanacaqlar və məncə təhsilə həm marağı artıracaq, həm də ki, yəni şagirdlərin də əlavə suallarını cavablandıracaq da, müəllimin də çox yorulduğunu və müəllimin də ən azından istirahətə ehtiyacı olduğunu nəzərə alsaq, sinif rəhbərinin, nə bilim, valideyn komitəsinin, yəni chatbot çox rahatlıqla bu rəqəmsal köməkçi onlara yardımcı olacaq. Əla. Uğurlar arzu edirəm chatbota da, sizin də rəqəmsal məktəb platformanıza da. Fidan xanım, valideynlərin tədrisin bir hissəsinə çevrilməsi, rəqəmsal məktəb platforması həm də onu nəzərdə tutur və valideynlərin tədrisin bir hissəsinə çevrilməsi deyəndə nəyə görəsə həmişə valideynlərin tədrisdən kənar məktəb həyatına, yəni müdaxiləsi, bilmirəm, məktəbin, sinfin hər hansı bir problemlərin həll edilməsi, bax adını çəkdiyim o valideyn komitələri adlanan şəxslər ki, hamı dərs ilinin əvvəlində valideyn komitəsi olmağa can atır. Əgər sinif rəhbəri sual ünvanlasa ki, valideynlərə kim valideyn komitəsi olmaq istəyir, bəlkə bir 10 nəfər əlini qaldıracaq, amma daha sonra hamı bu məsuliyyətdən imtina etməyə çalışacaq gedişatda. Çünki o qədər suallar çıxacaq ki, elə valideynlərin özü tərəfindən. Və bu biz təhsil alanda da belə idi, indi də belədir və yəqin ki, yaxın bir 10 illiklərdə də belə olacaq. Valideynlərin sırf tədris prosesinə inteqrasiyası üçün hansı addımlar atılır ki, bu kənar məsələlər, yəni tədrisdən kənar işlərdə, məsələn, nə bilim, ekskursiya təşkil etməkdir, sinif üçün nəsə alınmasıdır, kiminsə ad gününün təşkil olunmasıdır, bu məsələləri nəzərdə tuturam. Sırf tədrisə, yəni övladının tədris prosesində valideynin maraqlı olması və tədris prosesinə müdaxiləsi, tədrisin gedişi ilə maraqlanması üçün nə edilir valideynlərin? İlk öncə təşəkkür edirəm dəvət elədiyiniz üçün. Düzgün qeyd elədiniz ki, rəqəmsal məktəb platforması ilk dəfədir ki, bizə şərait yaradır ki, valideynlərin sırf tədrisin bir hissəsinə çevrilməsi üçün ən geniş funksionallıqlar təklif edir. Belə ki, artıq valideynlər qeydiyyatdan keçəndən sonra öz övladlarının profillərini aktivləşdirdikdən sonra hər bir övladı üzrə bütün inkişaf prosesini izləyə biləcəklər. Müxtəlif fənlər üzrə aldıqları summativ qiymətləndirmələr, formativ qiymətləndirmələr, davamiyyəti ilə bağlı hər hansı bir sinif rəhbərindən, fən müəllimindən, direktordan əlaqə qurmadan əldə edəcəklər. Yəni burada artıq üçüncü faktor yox, birbaşa valideyn məktəblə birbaşa ünsiyyəti formalaşır və məsələn hal-hazırda biz platforma üzərində bütün dərs cədvəllərinin aktivliyini təmin etmişik. Artıq hər bir təhsil müəssisəsində real keçilən dərs cədvəlləri orada görünür. İndiki mərhələdə belə qeydiyyatdan keçən valideynlər öz övladlarının sabah, bu gün hansı dərslərə hazırlaşmalı olduğu, ev tapşırıqları, hansı dərslərə, neçə saat dərsləri olacağı haqqında məlumat əldə edirlər. Summativ qiymətləndirmənin ilkini olacaq oktyabrın sonunda, amma oktyabrın sonuna qədər fən müəllimlərinin övladları haqqında yazdıqları qeydləri onlar görürlər. Formativ qiymətləndirmə biz bunu adlandırırıq. Məsələn, fən müəllimi müxtəlif məlumat verir ki, bu mövzuya sizin övladınız hər tərəfli hazırlaşmışdı və ya iştirak etmədi, aktiv deyil. Bununla bağlı həm qeyd yazmaq imkanı var, həm də 5 şkalalı, 5 səviyyəli şagirdin biliyini qiymətləndirmə meyarı var ki, birbaşa valideynin kompüterına evdə olanda bu funksionallığı, övlad haqqında məlumatı birbaşa cihazdan əldə edə bilir. Həm də platformada ilk dəfədir ki, chat və kommunikasiya vasitəsi valideynlə qurulub. Bunu əslində pandemiya dövründə müəyyən qədər valideynlərlə kommunikasiya biraz intensivləşdi, amma sonra yenidən əyani tədris olanda valideynlərin məktəblərə fiziki gəlməyi daha çox aldı. Amma məsələn hal-hazırda platformada imkan var ki, valideyn övladının oxuduğu təhsil müəssisəsində direktorun qəbuluna yazıla bilər elektron və ya birbaşa direktora chat üzərindən ünsiyyət qura bilər. Bu fən müəllimi ilə şikayət də ola bilər, razılıq da ola bilər, hər hansı bir sənədləşmə ilə bağlı sual da ola bilər. Amma bu yenə də valideynlərin fiziki gəlməyini əngəlləmir. Yəni biz o funksionallığı ləğv etmirik. Sadəcə bəzi valideynlər olur, səhər 8-9-dan axşam 6-ya qədər işləyirlər. Heç bir formada övladının məktəbinə gedə bilmirlər fiziki olaraq, amma əlbəttə ki, maraqlıdır, məlumat əldə etmək istəyirlər. Onlar üçün bu əlavə funksionallıq və imkan təşkil edir. Bizim üçün də əslində bu çox əlverişli şəraitdir ki, biz valideynin də fikrini əldə edə bilirik. Çünki platformada
hesabatlılıq var. Biz artıq baxa bilirik hansı məktəbdə direktorla valideyn ünsiyyəti daha sıxdır. Hansı sinifin valideynləri daha aktivdir və ya orada çünki müraciət etdikdə müxtəlif bölmələrin mövzu tipləri seçilir və bilirik ən çox valideynləri narahat edən hansı mövzulardır, hansı mövzularda daha çox müraciət olur. Bu bir neçə ay sonra çox hər tərəfli geniş datalar deməkdir ki, bu biz nazirlik üçün də, agentlik üçün də çox geniş təhlil etmək imkanı olur. Bax biz gəlib çıxdıq yenə o dəbdə olan sözə, data məlumat bazası sözünə. Yəni müasir dövr rəqəmsal texnologiyalar dövrü ən vacib yəni məsələdir bu və hətta data analitiklər bilirsiniz gələcəyin peşəsidir və o tip insanlara həmişə tələbat var və siz təsvir etdiyicən bu yəni prosesi mən beynimdə artıq analiz edirdim ki, bu çox gözəl datadır ki, təhsilin keyfiyyətini müəyyənləşdirmək üçün məsələn valideyn xəbərdar olur ki, onun övladı özünü necə aparır, məktəb isə, yəni tədrisin bu tərəf, öyrədən tərəfi isə təhsilin keyfiyyətini müəyyənləşdirmək üçün həm müəllim haqqında məlumat əldə edir ki, müəllim öz işinə nə qədər məsuliyyətlə yanaşır və təbii ki, müəllimin qeydləri onun həm də iş prosesində aşkara çıxardığı nöqsanlar və yaxud da müsbət cəhətlər də şagirdlərlə bağlı və şagirdin biliyinin qiymətləndirilməsi bu bizim əlimizdə məlumat olanda təkcə statistika deyil də, bu yəni rəqəmlər var. Məsələn, bir sinifdə 35 şagird təhsil alır, onun 20 nəfəri yaxşı göstəricilər, 15 nəfəri isə bu tək belə deyil. Biz artıq onu bütün keyfiyyətlər üzrə, yəni həm emosional intellekt baxımından, nə də təbii intellekt baxımından qiymətləndirə bilirik və daha sonra təbii ki, bu həm dünya rəqəmsallaşmağa doğru gedir, süni intellekt texnologiyaları tətbiq olunur və süni intellekt texnologiyalarının tətbiqi üçün də məlumat bazası data həddindən artıq vacibdir. Yəni həm bu rəqəmsal məktəb platformasının işinin təkmilləşdirilməsində, həm də tədrisin keyfiyyətinin artırılmasında çox yəni böyük addımdır bu. Baxın, düşünün, bir valideyn hər hansı bir uşağının riyaziyyat fənni üzrə yanvar ayında, oktyabr ayında aldığı qiyməti görür və may ayında aldığı qiyməti görür. Uşağının bilavasitə həmin fənn üzrə inkişafını izləyə bilir. Bu təbii ki, gündəliklərdə, jurnallarda olurdu. Müəllim əlaqə saxlayırdı, uşağım summativdən hansı qiyməti aldı. Bundan razı olmadıq, bundan razı olduq. Görüşürdü, valideyn iclasları olurdu. Bunlar yenə də qalıb, yenə də bu proseslər davam edir, valideyn iclasları gəlməyi və s. Amma heç yana getmədən bir neçə ay sonra biz planlaşdırmışıq ki, müvafiq qurumla birlikdə həmin şagirdlərin inkişaf trayektoriyası artıq valideyn kabinetində görünsün. Valideyn baxan kimi bilsin ki, uşağı texniki yönümlüdür və ya humanitar yönümlüdür və ya hər hansı bir fənn müəllimində bu uşağın uğurlu olmadığını görüb, sinif dəyişməsi, məktəb dəyişməsi üzrə də qərar vericiliyə çox böyük təsir göstərir. Məktəb direktoru da bütün tabiçiliyində olan müəllimlərin dərs dediyi siniflərdəki uşaqların inkişaf keyfiyyət faizlərini görə bilir. Summativ qiymətləndirmədə sinifin neçə faizi kafi qiymət aldı, neçə faizi əla qiymət aldı. Bu bilavasitə müəllimi də əslində qiymətləndirmək deməkdir. Agentlik, nazirlik qarşısında məktəb üçün qərar verməyə bizə çox böyük təsir göstərir. Çünki artıq bu yarım illiyin sonunda biz planlaşdırmışıq ki, məktəb üzrə sorğu yerləşdirilsin platformaya və hər bir qeydiyyatdan keçmiş valideyn övladının oxuduğu məktəbi qiymətləndirə bilsin. Bu qiymətləndirmək həm fənn müəllimlərinin dərs keçmə bacarıqlarını, həm uşağının orada sosial mühitdə özünü hiss etmə bacarıqlarına, hiss etməsinə görə məktəbi qiymətləndirmək, həm də ümumi pedaqoji idarəedici heyətin qiymətləndirilməsidir. Bu bizə çox gözəl data verir ki, bütün bu 353 müəssisəni rankingini qura bilək, onların reytinqini formalaşdıraq, həm tədris, həm keyfiyyət, həm də rəqəmsallaşma sahəsində inkişafını izləyə bilək. Və 21-ci əsrin əsas tələbi dünən də bilirsiniz, Azərbaycan İtaliya Universitetinin yəni açılış mərasimi baş tutdu və orada da cənab prezident qeyd etdi ki, insan kapitalı, yəni təbii ehtiyatlar, resurslar və s. və ilaxır bu öz yerində, amma əsas məqsəd insan kapitalıdır. İnsan kapitalı da nə deməkdir? Yəni tədrisin inkişafı, tədrisin müasir standartlara uyğunlaşdırılması və müasir standartlara cavab verməsi. Çünki bizə gələcəyin mütəxəssisləri lazımdır. Gələcəyin mütəxəssislər də bugün harda yetişir? Məktəbdə yetişir. Əziz dinləyicilərimiz, zaman maşınında söhbətimiz davam edir. Bugün təhsildən, təhsildəki yeniliklərdən danışırıq. Əslində 2025-2026-cı tədris ilində belə də olmalı idi. Dünya sürətlə dəyişir, dünya sürətlə elm texnologiyanın inkişafından bəhs edir və bu inkişafı tətbiq eləyir müxtəlif sahələrdə. Tədris sahəsi də tətbiq olunmalı ilk sahədir, ilklərdəndir və ona görə də nə yaxşı ki, bizdə də elm və təhsil sahəsində bax bu
bu yeniliklər tətbiq olunur. Rəqəmsal məktəb platformasından danışırıq konkret olaraq. Bu ildən tətbiq olunan və tətbiqi daha da genişləndirilən bir yenilikdir. Qonaqlarım məktəbə qədər və ümumi təhsil üzrə Dövlət Agentliyində rəqəmsal inkişaf sektorunun müdiri Fidan xanım Nəcəfovadır və Natəvan xanım Bədəlivadır. Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin əməkdaşı. Natəvan xanım, kağız jurnallar ləğv olunub bu ildən. Bakı məktəblərindən söhbət gedir. Və kağız jurnalların ləğvi, biz sizinlə danışmışdıq bu barədə. Yəni nisbətən orta yaşlı müəllimlərin və hətta ola bilər ki, orta yaşlı da olmasın, sadəcə informasiya kommunikasiya texnologiyalarından o qədər də yaxşı baş çıxarmayan müəllimlərin problemi hələ də qalırmı? Yəni nəzərə alsaq ki, demək olar ki, bir ay keçib yeni tədrisinin. Hələ də var bu problem və bu problemin öhdəsindən gəlmək üçün nə edirsiniz? Əslində sualınızı bir qədər geri dövrə çəkmək istəyərdim ki, rəqəmsal məktəb platforması bu ildən düzdür tətbiq olunur, amma elektron jurnal artıq bir neçə ildir istifadəyə verilmişdi. Hətta Bakı məktəblərinin də demək olar ki, istifadədə, həmçinin rayonlarda, regionlarda da var istifadəsi ilə bağlı hansı bölgələrdədir, amma Bakı məktəblərində bu istifadə olunurdu. Və bu istiqamətdə hər tədris ilinin əvvəlində müəllimlər üçün onlayn təlim deməyək, belə bir qədər təlimat xarakterli görüşlər təşkil olunurdu. Eyni görüşlər deyək ki, bu ildə hətta fiziki oldu. Bu il artıq bir neçə gün, deyim ki, bəlkə bir 10 sessiyada Bakı şəhərinin regionlara ayıraraq, deyək ki, rayonlar üzrə məktəb rəhbərləri idi, İKT üzrə koordinatorları və müvafiq şəxslər idi ki, sırf elektron jurnalın tətbiqi ilə bağlı məsul şəxslər idi. Bu ili qeyd eləsək, yəni onlar üçün təlimlər təşkil olundu. Elektron jurnaldakı funksionallıqlar həm yeni yaradılan bölmələr, həm də yəni artıq işlək olan hissələrlə bağlı qısa görüşlərdə məlumatlar verildi. Amma sırf məktəb heyətindən söhbət gedirsə, yəni Təhsil Nazirliyi tərəfindən müəllimlər üçün həm İKT savadlılığının artırılması, həm də rəqəmsal bacarıqların, müəllimlərin rəqəmsal savadlılığının artırılması istiqamətində də təlimlər mütəmadi olaraq keçirilir. Bu həm Bakı şəhəri üçün də keçərlidir, həm də regionlar üçün də. Yəni burada müəllimlərin nəinki elektron jurnal platformasındakı deyək bacarıqları, ümumiyyətlə dərs prosesində tədrisin təşkilinə verilən tələblərdən biri kimi İKT-nin tədrisdə səmərəli istifadəsinə yönələn meyarlar nəzərə alınır. Yəni düşünürəm ki, bu baxımdan Elm və Təhsil Nazirliyi bacardığı qədər pedaqoji heyətə dəstək olmağa çalışır. Bəs müəllimlərin ixtisasının artırılması ilə bağlı, dərsliklərin təkmilləşdirilməsi ilə bağlı, bilirəm ki, bu sizə ünvanlanacaq sual deyil, amma hər halda rəqəmsal məktəb platformasında da, məsələn, orada dərsliklər yüklənib, hər şey var və update olunurmu? Yəni yenilənmə aparılırmı? Bilirsiniz nə görə? Çünki hər gün demək olar ki, yeni nəsə çıxır elmlə bağlı. Məsələn, mən oxuduğum dövrdə ən azından coğrafiya fənnində tamam fərqli şeylər tədris olunurdu. İndi tamam fərqli şeylər tədris olunur. Dünya okeanlarının sayından tutmuş, yəni müxtəlif yeni kəşf olunan ərazilərə qədər hər şey artıb və məsələn dünyanın ən uzun çayının Nil olduğu keçirilirdisə, indi bu Amazon çayıdır. Bu yenilənmiş məlumatlar yerləşdirilmir, təqdim olunurmu və o rəqəmsal o köməkçi də yəqin ki, bütün bunlardan xəbərdardır da, ən azından istifadə edəcək mənbələrdən və doğru məlumatı verəcək şagirdlərə. Təbii ki, rəqəmsal məktəb platformasında şagird kabinetində sırf şagirdə aid olan resurslar var. O resurslardan biri dərsliklərdir, biri həmin dərsliyin tərkibində yer alan mövzuların video izahlarıdır. Həmçinin qısa oxunaqlı, yəni oxunacaq bir mətnlərdir ki, dərsə aid icmaldır. Şagirdin həmin dərsə aid olan ev tapşırığıdır ki, onu dərsdən kənar istənilən vaxtda icra edə bilər və eyni zamanda o ev tapşırığını müəllim tərəfindən video izahı da yer alır. Lap belə konkret desək mövzuya aid testlər, kvizlər yer alır ki, şagird bütün bu mövzunu dərk etdikdə, yəni nə qədər mənimsəmişəm, nə qədər mən bu mövzu ilə bağlı biliyə malikəm, hətta özünü yoxlayacaq belə bir resursumuz da var ki, o testlərdən keçərək artıq özünün hansı səviyyədə olduğunu bilə bilir. Sırf rəqəmsal məktəb, rəqəmsal köməkçi ilə bağlı
məsələni soruşursunuzsa, təbii ki, burada da şagird istənilən mövzuda, yəni təbii ki, təhsil çərçivəsində yer alan mövzulara müraciət edə bilər və bizim rəqəmsal məktəb platformasında yerləşdirilən resurslar 1-ci sinifdən, yəni ibtidai sinifləri əhatə edən 1-4, eyni zamanda 5 və 9-cu sinifə qədər olan resurslardır ki, müvafiq fənlər var orada. Azərbaycan dili, riyaziyyatdır, xarici dildir, coğrafiya, yəni biologiya, kimya, fizika, bütün bu fənləri dərslikləri hansılar ki, son dərsliklərdir, məktəblərdə istifadədədir hazırda və qeyd etdiyiniz o Amazon çayı, Nil çayı məsələləri də hamısı təbii ki, rəqəmsal köməkçiyə inteqrasiya olunub. Yəni şagirdlər oradan aldıqları məlumatları sırf bu günə qlobala olan məlumatlar əsasında əldə edə bilirlər. Əla, super. Fidan xanım, məsələn, orada bax data dediyi də bayaq məlumat bazasının toplanması. O yəqin ki, hesabatlılıq da aparılır da. Bir şagird neçə dəfə daxil olur rəqəmsal məktəb platformasına və hansı sualları ünvanlayır, nə soruşur və ümumiyyətlə aktivlik göstərməyən şagirdlər də yəqin ki, qeydə alınır. İndi ola bilər də şagirdin heç bir sualı yaranmasın. Rəqəmsal köməkçi ünvanlanacaq. Elə bir şey mümkündürmü? Şagird ümumiyyətlə rəqəmsal məktəb platformasından istifadə etməsin. Yoxsa mütləq istifadə etməlidir. Elə bir şey var ki, o mütləq ora daxil olmalıdır, istəsə də istəməsə. Bəli, əlbəttə. Yəni ümumiyyətlə şagirdlər platformaya daxil olması üçün ilk öncə onun valideyni platformaya daxil olmalı. Hal-hazırda valideynlərin qeydiyyatdan keçmə faizi Bakının rəqəmsal məktəbdə olan 353 müəssisəsi üzrə 70%-dir. Yəni 30% valideyn hələ də platformadan qeydiyyatdan keçməyiblər. Bu o deməkdir ki, 30% valideynin övladları da platformadan qeydiyyatdan keçməyiblər. Problem nədədir ki, keçməyiblər? Bu sadəcə biz ilkin mərhələdə sentyabrın 15-i platformanı açdıqdan sonra ilk fokus olduğumuz məsələ pedaqoji heyətin, idarəedici heyətin tam qeydiyyatını yekunlaşdırmaq. Natavan xanım qeyd elədiyi kimi, hər bir təhsil müəssisəsinin rəhbəri, tədris üzrə direktor müavini və bir neçə müəllimdən ibarət fiziki təlimlər keçdik. İntensiv təlim həftələri keçdik və həmin təhsil müəssisələrinin rəhbərlərinə tapşırıldı ki, təlimdə iştirak etmiş müəllimlər öz məktəblərində həmkar digər müəllimlərə də təlimlər keçsinlər. Çünki bizim qarşımızda duran ilk öhdəlik pedaqoji heyətin bu platformadan tam istifadəlilik təcrübəsini formalaşdırmaq idi. Daha sonra həmin müəllimlərin artıq qeydiyyatı 100%, direktorların qeydiyyatı 100% və istifadəlilik təcrübəsi formalaşdıqdan sonra dərs cədvəlləri orada aktivləşdi. Artıq sentyabrın 15-də platforma tam hazır idi ki, qeydiyyatdan keçən valideyn və şagird öz məlumatlarını orada görə bilsin. Amma platformanın ən çox istifadəlik məcburiyyəti pedaqoji heyət tərəfədir. Çünki biz bu dəqiqə kağız jurnalları ləğv etmişik. Bu 353 müəssisədə heç bir kağız jurnal yoxdur. Ümumiyyətlə məktəblərə jurnal bilirsiniz ki, Elm və Təhsil Nazirliyi tərəfindən paylanılır. Bu il həmin müəssisələrə kağız jurnallar verilməyib və onlar mütləq məcburdurlar ki, bütün bu informasiyanı elektron jurnalda qeyd etsinlər. Jurnal bildiyiniz kimi rəsmi sənəddir, məktəb sənədidir və bu sənədi artıq elektron formada doldurmaq öhdəlikləri var. Ona görə də müəllim və idarəedici heyətin bu jurnalda aktivliyi məcburiyyətdir, mütləqdir. Amma valideynlərin və şagirdlərin istifadəliliyi sadəcə onlar üçün əlavə verilən funksionallıqdır. Təbii ki, bizim üçün sərf edir nə qədər çox valideyn, şagird oradan qeydiyyatdan keçsə, bu qeyd etdiyiniz kimi data deməkdir. Biz şagirdləri izləyə bilirik və ilk dəfədir ki, 45 dəqiqə ərzində sinif otağında nə baş verir, birbaşa nazirlikdən bu məlumatı əldə edə bilirik. Bu, məsələn, iştirak etməyən şagirdlərin davamiyyət faizini biz platformadan aylıq, həftəlik çıxarda bilirik. Bu dəqiqə müvafiq qurumla Təhsil Sistemi İnformasiyalaşdırılması İdarəsi ilə biz həmin platformadan çıxara biləcəyimiz, yarım illiyin sonunda çıxara biləcəyimiz hesabatlıqlar üzərində işləyirik. Hansı istiqamətdə hesabatlıq çıxartsaq, bizim üçün keyfiyyəti ölçmək üçün əlverişli olar. Yəni valideyn və xüsusilə sinif rəhbərlərinə və müəssisə rəhbərlərinə tapşırılıb ki, valideynlərlə iclaslar, məlumat xarakterli görüşlər keçirilsin ki, bu qeydiyyat prosesini sürətləndirsinlər, qeydiyyat prosesini daha çox genişləndirsinlər və məlumatlığı artırsınlar. Bir də bayaq ünvanladığımız sualla bağlı əlavə etmək istəyirəm ki, əslində bizdə Elm və Təhsil Nazirliyi olaraq hər bir dərsliyin 5 ildən bir məzmununa baxış keçirilir və hər bir dərsliyin tərkibinin dəyişməsi 5 ildən bir aralıqla aparılır və pandemiya əslində bizə imkan verdi ki, bu dəqiqə
1-ci sinifdən 11-ci sinifə qədər bütün fənlərin, əsas fənlərin və bütün mövzuları üzrə teledərslər var və bütün dərsliklərin elektron PDF versiyası var, hansı ki şagird onu onlayn da oxuya bilir və ya yükləyib kompüterində, telefonda, daha sonra da offlayn versiyada da oxuya bilir və bu dərsliklər şagird profillərində aktivlənib. Teledərslər e-resurs.edu az saytında pulsuz versiyada və aktiv versiyada hər bir qeydiyyatdan keçmədən hər bir vətəndaş ümumiyyətlə izləyə bilir və bütün bunların, bu chatbotundur və yaxud da orada yerləşdirilən elektron resursları genişləndirməyimizin əsas məqsədi nazirlik olaraq odur ki, şagirdin sərbəst öyrənmə bacarıqlarını formalaşdıraq. Şagird təbii ki, məktəbə gəlməlidir, müəllimindən dərsi öyrənməlidir, müəllim də təbii ki, bu dərsi ən yaxşı versiyada, effektiv formada tədris etməlidir. Amma dərs bitdi, artıq şagird evə gedir və valideyn o müəllimin dediklərini eşitmir, sadəcə şagird eşidir. Hər şagirdin də mənimsəməsi fərqli olur və müəllimdən əldə etdiyi bilikləri yadda saxlama qabiliyyəti, bacarıqları da fərqli olur. Evə gələndə bu çox əlverişlidir ki, şagirdin müəllimi əvəzləyə biləcək bir resursu, bir müəllim əvəzləyə biləcək həmin o chatbotu, elektron süni intellekt sistemi var. Biz ilkin mərhələdə bu chatbota nəzərdə tutmuşuq ki, mənəvi dəyərləri aşılayan fənlər, Azərbaycan dilidir, Azərbaycan tarixidir. Bu dərslikləri əslində chatbota öyrətməyi planlamışıq ki, o dərsliklərdəki mənimsənilməsi çətin olan mövzularda uşaq sual verirsə, o sualı müəllim kimi, bir növ müəllimi əvəzləmiş kimi o sualı bir də danışsın. Yəni müəllim necə dərsdə danışıbsa, chatbot uşağa həmin sual üzrə danışsın. Yəni bu tədrisdən kənar avtomatik sual verilərsə, çünki bu 18-dən aşağı yaş qrupudur, təbii ki, burada risk var, hər cür fərqli mühitdə yetişmiş şagirdlər var, insanlar var və bu sualların riski olmaması üçün sırf dərsliklər chatbota öyrədilir və dərslik üzrə, çətinlik çəkdiyi mövzu üzrə şagird sual ünvanlaya bilər. Kənar sual olduqda avtomatik bir cavab var ki, bu dərslikdə bu mövzu yoxdur, sualınız aydın deyil. Çox yaxşı bir məqama toxundunuz, çünki dinləyicilərimizdə avtomatik olaraq belə sual yarana bilər ki, müasir dövrdə süni intellekt, yəni aparatların olduğu bir dövrdə, məsələn ChatGPT-nin, nə bilim Gemini-ın, Grok-un olduğu bir dövrdə nəyə görə rəqəmsal məktəb platformasına chatbot yaradılsın ki, yəni şagird maraqlandığı mövzunu istədiyi vaxt istənilən süni intellekt aparatına yönəldə bilər. Amma bax indi bu məqamı vurğuladınız ki, bəli, hər bir şagird də müxtəlif formada sual verə bilər və süni intellekt onun yaşını müəyyənləşdirmək ələ ki o cür yəni proqramlaşdırılmayıb və siz istənilən süni intellekt aparatını yəni sərbəst olaraq yükləyib istifadə edə bilərsiniz. Hətta yəni Gmail üzərindən də etməyə bilərsiniz bunu və bu da yəni risklər yaradır deyə çox əla fikirdir. Fidan xanım, gəlin indi bu müqayisə aparım. Məsələn, mən orta məktəbdə təhsil alanda sinif nümayəndəsi idim və bilirsiniz, sinif nümayəndəsinin bir müqəddəs funksiyalarından biri də o idi ki, müəllimlər otağına gedib oradan sinif jurnalını gətirmək, jurnalı daşıyıb gətirmək və adətən biraz çox ciddi müəllimlərin və adətən də bu yəni dəqiq elmlərə aid olur da, nə bilim fizika, riyaziyyat, kimya müəllimləri əsasən bunlar idi. Məsələn, mənim sinif yoldaşlarım deyirdilər ki, müəllim soruşsa jurnalı deyən ki, müəllimlər otağa bağlı idi. Yəni bu həmişə olub da, Natəvan xanım, bunu heç kim inkar edə bilməz və yaxud da müəllim də jurnalı da gətirəndə, indi nə qədər bəhanə gətirmək olar axı, jurnalı da gətirəndə müəllim dedi ki, bax bu gün sənin adının qarşısındakı qrafada nöqtə qoydum, sabah dərsi yaxşı hazırlaşıb gələrsən, sən mənim nəzərimdəsən, diqqətimdəsən və s. və axır. İndi bu bir tərəfdən ki, uşaqda məsuliyyət yaradırdı və uşaq yəni bir balaca məsuliyyət hiss edirdi. Amma bunun ikinci tərəfi var idi. Valideyn xəbərsiz olurdu bu prosesdən. Çünki valideyn gəlib istədiyi vaxt məktəbə daxil olub sinif rəhbərindən bəli, xahiş edə bilər ki, sinif jurnalını gətir və mən sənin yanında o sinif jurnalını vərəqləyim baxım. Amma indi valideyn özü birbaşa rəqəmsal məktəb platformasına daxil olur və başa düşür ki, orada vəziyyət necədir? Onun övladının həm davranışı haqqında, çünki sinif jurnalında davranış qeydi olunmurdu. Düzdür, orada deyəsən arxada xüsusi qeydlər bölməsi var idi, amma onu çox nadir hallarda doldururdular müəllimlər. İndi isə bütün davranışı, hər şey göz qabağındadır və baxır, izləyir. Nöqtə var, vergül var, qeyri-kafi var, əla var. Bunu çox yaxşı anlayır. İntizamla bağlı orada bizim bölməmiz var ki, müəllim şagirdin dərsindən, biliyindən, bacarığından əlavə olaraq onun davranışını da qiymətləndirə bilir. Bu 3 meyar əsasında ölçülür. Hətta həmin meyar, deyək ki, sinifdə dərs keçən müəllim şagirdən nə seçibsə davranışında nizam intizamı yaxşıdır, deyək ki, pisdir və yaxud da ortadır. Onunla bağlı
davranış qeydi valideynə də gedir. Yəni valideyn artıq gündəlikdə açıb görür ki, hə orada nəsə qırmızı bir işarə var və yaxud sarı bir işarə var. Üzərinə vurmaqla başa düşür ki, bu gün uşağında hətta şagird evə gəlməmiş artıq məlumatlı olur. Şagirdin özündə də həmin qeyd olur ki, müəllim sənə bu gün davranışla bağlı belə bir qiymət qoyub da belə deyək. Yəni bu artıq o qədər sadələşib ki, siz demişkən davranışla bağlı məlumat nəinki biliklə bağlı, hətta artıq şagirdin davranışla bağlı məlumatı da valideyn anında yerində ala bilir. Və yaxud da valideynlər həmişə bəhanə gətirə bilərdilər də. Deyirdilər ki, məsələn, mən uşağım özünü, övladım özünü pis aparırsa, bu barədə məni vaxtında məlumatlandıraydınız. Siz məktəbsiz, siz buna görə məsuliyyət daşıyırsınız. İndi isə yəni valideyn özü birbaşa məsuliyyət daşıyır həm də və bu da valideynin tədris prosesinə inteqrasiyasıdır. Yəni birbaşa bayaq dediyimiz məsələ. Həm valideyn məlumat alır, həm də biz nazirlik olaraq məlumat alırıq ki, bu müəllimin sinifindəki uşaqların davamiyyətində problem olan uşaq faizi daha çoxdur. Bu çünki bir tərəfli baş verən bir proses deyil. Sinifin neçə faizinin davamiyyətində problem varsa və bu müntəzəm olaraq təkrarlanırsa, bu artıq bizim üçün də müəyyən siqnal deməkdir. Burada olan dərs prosesinin, tədris prosesinin, fənn müəlliminin müəyyən tədris prosesinə olan münasibətimizi də əslində tənzimləməyə bizə yardımcı olur əslində bu platforma. Ona görə bir neçə ay keçəndən sonra bu platformada əldə olunan datalar o qədər xeyirli, o qədər qərarvericilikdə təsirli olacaq ki, həmin vaxtı həm valideynlər tərəfindən, həm də nazirlik tərəfindən bu platformanın faydalarını hiss etmiş olacaq. Bayaq qeyd etdiniz ki, məsələn, sinif otağına daxil olarkən hər hansı bir şagirdin jurnal gətirmək üçün göndərilməsi, bundan əlavə müəllim də jurnalları daşımalı idi. Orada uşaqlarla, şagirdlərlə, valideynləri ilə bağlı məlumatları bir-bir qeyd etməli idi. İndi düşünün ki, bir müəllim, xüsusilə də riyaziyyat, fizika müəllimlərinin dərs saatları daha çox olur. Bəli. Onlar bir 6-7 sinifə dərs deyirlərsə, bu deməkdir ki, 6-7 sinifin uşaqlarının, şagirdlərinin məlumatlarını əllə müəllim hər səhifədə doldurmalıdır, jurnal səhifəsində. Bu müəllimin kifayət qədər çox vaxtını alır. Həm müəllimin, həm direktorun, sonra tədris ilinin sonunda qiymətlərin əlavə edilməsi, şəxsi işlərin yazılması, əlavə tematik planın, tədris planının qeyd edilməsi, bütün bu əlavə artıq vaxt alan iş yükündən biz müəllimləri azad etmiş oluruq. Çünki platforma birbaşa əlaqələnib ümumtəhsil informasiya sisteminə, harda ki, cari məktəbdə təhsil alan şagirdlərin bütün məlumatları var. Valideynlərindən tutmuş, öz doğum tarixlərinə qədər bütün məlumatları var və sadəcə bir düyməni sıxmaqla sinif rəhbəri şagirdlərin məlumatlarını avtomatik bütün il boyu həmin platformada fənn müəllimi üçün aktiv etmiş olur. Və müəllim də dərsə girdikdə keçəcəyi dərsi mövzunu sadəcə müxtəlif düymələri sıxmaqla mövzunu seçir, əlavə edir və həmin mövzu üzrə şagirdi qiymətləndirir. Qiymətləndirmə üçün də bu dəqiqə əslində bizim öyrəşdiyimiz bu rəqəmli qiymətləndirmədən artıq biz çıxmışıq nazirlik olaraq. Formativ adlandırdığımız qiymətləndirmə var ki, burada fənn müəllimi bilavasitə öz fikrini ifadə edir. Sənin övladın dərsdə aktiv iştirak etdi, mövzu ilə tanışdı, yaxşı mənimsəyib tipli mətn boşluğu var və bu mətn boşluğuna fənn müəllimi öz fikrini çatdırır. Bu valideynə daha aydın ifadə edir. 5, 4, 3 rəqəmini görmür. Xüsusilə müəllimin qeydini və onun emosiyalarını, uşağı ilə bağlı bütün fikrini tam aydın başa düşmüş olur. Orada aşağıda biz 5 şkalalı hər bir şagirdin qiymətləndirməsini də əlavə etmişik ki, bu mətn datalarının təhlili bilirsiniz də çətin olur. Müxtəlif mətn datalarını sonda hesabatlığı mümkün olmur bizim üçün və bu 5 mərhələli qiymətləndirmə bizə lazımdır ki, tədrisin keyfiyyətini, sinif üzrə keyfiyyət faizini ölçmək üçün bizdə il sonu müəyyən rəqəmsal datalar əldə etmiş edə bilir. Fidan xanım, yəni insan faktoru var burada və insan faktorunu gəlin yaddan çıxarmayaq. Müəllimlərin informasiya kommunikasiya texnologiyalarından xəbərdar olması bir məsələ. Digər məsələ də məsələn müəllimin elə bir öhdəliyi varmı ki, o hər dərsin sonunda, dərsin gedişatına mütləq rəqəmsal məktəb platformasına nəyisə qeyd etməlidir. Bəli. İndi məsələn müəllim də unudub və yaxud da nə bilim o qədər də çox vaxtı olmayıb. Çünki kağız jurnallarda bu problem olurdu, ona görə deyirəm. Məsələn müəllim olurdu ki, 3 gün müddətində həftənin məsələn 6 günü
tədrisçi 3 gün müddətində yazmırdı keçdiyi dərsi. Daha sonra həftə sonunda doldururdu. Ona belə rahat idi. Və yaxud da nə bilim, vərəqi çevirirdi, görürdü ki, bizdə hər fənn üçün bir təxmini məsələn 10 vərəq ayrılırdısa, vərəqi çevirirdi, görürdü ki, uşaqların, şagirdlərin siyahısını yazdığı boşdur və o siyahını yeri gəlmişkən həmişə mən yazırdım. Sinif nümayəndəsi olaraq. Bəli, sinif rəhbəri də mənim üzərimə atmışdı o funksiyanı. Mən yazırdım. Bəli, bu təsəvvür edin sənəd idi, rəsmi sənəd idi və şagird tərəfindən doldurulurdu. Bax, bütün bu mənfi hallar yoxdur artıq. Çox gözəl. Amma insan faktorunu heç kim ləğv etməyib də. Elə ola bilər ki, məsələn, müəllim bu gün dərs keçib, amma onu orada qeyd etməyib və yaxud uşaqların qiymətləndirilməsini aparmayıb. İndiki halda bəli, 3 günlük biz icazə vermişik ki, 3 gün müddətində qiymətləndirmə yox da formativ rəyləri və uşaqların davamiyyəti ilə bağlı məlumatları 3 gün ərzində qeyd etsinlər. Bunu da sadəcə ilkin mərhələ olduğu üçün bilirsiniz də, yəni istənilən rəqəmsallaşma, istənilən texnologiya müəyyən adaptasiya dövrü keçməlidir və hər bir təhsil müəssisəsində nə qədər də təlim keçsək, müxtəlif yaş kateqoriyasında müəllimlərimiz var, müxtəlif infrastrukturu olan təhsil müəssisələrimiz var ki, internet çətinliyi ola bilər, avadanlıq çətinliyi ola bilər, müəllimin texniki bacarıq çətinliyi ola bilər ki, bu dövrü ən yumşaq versiyada keçə bilməyimiz üçün bu dəqiqə 3 günlük icazə var ki, müəllim 3 gün geri tarixlə şagirdlər haqqında rəyi valideynlərə çatdırsınlar və orada qeyd etsinlər. Amma müəllimin öhdəliyidir ki, hər keçdiyi dərs üzrə mövzunu orada aktivləşdirsin. Mövzunu keçdiyi dərsin alt standartını, mövzunu orada seçməməsi müəllimin dərs keçməməsi deməkdir. Bu bilavasitə əmək haqqına təsir edir, müəllimin dərs yükü orada formalaşır. Onun aktivləşdirdiyi mövzular üzrə dərs yükü formalaşır. İlkin bir ay ərzində biz bu güzəşti məktəblərimiz üçün tanımışıq, amma nə vaxt ki artıq kiçik summativ qiymətləndirmələrin dövrü başlayacaq, bu təsadüf edir oktyabrın 20-si radələrinə. Həmin vaxtı biz o tarixi qısaldıb bir günə qədər çatdırmağı planlaşdırmışıq ki, çünki ən həssas olduğumuz məsələ şagird davamiyyəti ilə bağlıdır ki, bu gün sonunda həm valideyn bilməlidir ki, övladı bu gün məktəbdə olub və ya olmayıb, çünki platformanın ən böyük səbəbi yaranma funksionallığı ondan ibarətdir. Həm də biz bilməliyik ki, hansı məktəbdə davamiyyət neçə faiz olub və dərs keyfiyyəti nə qədər tədris olunub. Ona görə bunu adaptasiya dövrü keçdikdən sonra sadəcə həmin günlük aktivliyi nəzərdə tutmuşuq. Düşünürəm ki, müəllimlər artıq bilirlər ki, öz öhdəliklərini ki, mövzu ora yazılmalıdır. Formativ qiymətləndirmə ilə bağlı müəllimlərdə belə bir öhdəlik var ki, sinifin 3/2-si hər 10 gündən bir uşaqlar qiymətləndirilməlidir. Yəni 10 gün keçdikdən sonra digər 3/2-si mütləq qiymətləndirilməlidir. Buna görə də davamiyyətdən əlavə müəllimin çox da qeyd etməli olduğu, vaxtını alacağı iş yükü yoxdur. Əvvəlki ilə müqayisədə xeyli azalıb. O əllə mövzunu yazmır, sadəcə düymə ilə sıxır, mövzunu həmin günə aktivləşdirir və uşağın sadəcə qayıb və ya iştirak edir və ya hansı səviyyədə iştirak edir deyə bir neçə düymə sıxmalıdır. Bu 45 dəqiqənin 2-3 dəqiqəsini alacaq. Daha sonra tədrislə məşğul olacaq. Yenə deyirəm, əvvəlki ilə müqayisədə bir xeyli optimallaşma gedib onların vaxt idarə etməsində. Və üstəlik Fidan xanım, mən bu işin administrativ tərəfinə də toxunmaq istəyirəm, də inzibati tərəfinə. Başlamaq istəyirəm məktəbin öz daxilindən, həm tədris hissə müdiri, məktəb direktoru. Gəlin etiraf edək ki, Natavan xanım 1-ci sinifdən başlayaraq 11-ci sinifə qədər tədris hissə müdiri ya da direktor fərqi yoxdur. Kim bu işə cavabdeh etsə, bir-bir oturub məktəb jurnallarını vərəqləsin, kim nə yazıb, kim nə keçib, hansı şagird dərsə gəlib, hansı müəllim bu gün nəyə qeyd etməyib, bu görünməli dəyişdi. Mən təsəvvür belə edə bilmirəm ki, məktəb direktorları kağız jurnalları mövcud olduğu dövrdə bu işlə məşğul idilər. Fidan xanımın dediyinə bir əlavə eləmək istəyirəm ki, Fidan xanım doğru vurğulayır. Müəllim girirdi sinifə, jurnal yazmaq lazımdır. Hazırda açır elektron jurnalda siyahı qarşısında tarix hansı gündür, bugünkü cari tarix açılır. Sadəcə ora şagird üçün müəyyən bir qeydlər aparır. Amma bunu bir qədər də belə deyək, sadələşdirilmiş versiyasını demək istəyirəm ki, yaxın günlərdə artıq elektron jurnalın mobil tətbiqi istifadəyə veriləcək. Daha nə qaldı? Yəni müəllim sinifə girən kimi əlində əgər onu dəstəkləyəcək, jurnalı dəstəkləyəcək smartfonu varsa, təbii ki, bunu da elə uyğunlaşdırılmış şəkildə üzərində işlər gedir ki, hər bir belə deyək də müəllimin istifadə elədiyi telefona uyğunlaşmış bir proqram olsun və müəllim açan kimi sinifinin siyahısı qarşısında iştirak edirmi, qayıb
varmı qeyd eləyəcək, heç bəlkə də 1 dəqiqəyə yaxın vaxtını aparacaq və əllə yazacaq bir mövzu da yoxdur orada. Çünki siniflər üzrə, fənlər üzrə həm qiymətləndirmə meyarı olsun, həm dərsin məqsədini əhatə edən o alt standartlarımız olsun. Onlar hamısı hazır şəkildə gələcək. Sadəcə müəllim orada bircə qalır seçim eləmək ki, 1-ci sətirdən seçməlidir, yoxsa 10-cu sətirdən. Seçimini eləyir. Bu olur onun bugün keçəcəyi dərsin mövzusu. Şagirdi üçün müəyyən bir qeydinə aparır. Əlavə şərhi varsa, təbii ki, onu qeyd eləyir. Nizam-intizamla bağlı olan bir bölmə. Yəni yoxlasaq belə dərs müddətində onu şagirdlərə tapşırıq verilən müddətdə də qeyd eləyə bilər. Dərsin əvvəlində də qeydini apara bilər, sonunda da. Yəni çalışırıq ki, müəllimin bütün o iş yükünü, kağızla olan iş yükünü minimuma endirək ki, müəllim daha çox o dərsi, mövzunu izah etməyə vaxtı çox qalsın. Bu da təbii ki, şagirdlər üçün daha faydalı bir səmərəli bir nəyisə öyrənməsinə yardım eləmiş olsun. Amma bir məsələni üzrə qeyd etmək istəyirəm ki, bu mobil tətbiq etmənin yaradılması xüsusilə biz valideyn aspektindən əlverişli olacağını düşünürük. Çünki istər-istəməz valideyn işdə olduqda, kompüterdən uzaqda olduqda valideyn üzərində smartfon daha çox olur, ağıllı cihazları və onun üzərindən övladını izləyə bilər. Amma hal-hazırda Bakı şəhərində yerləşən bu rəqəmsal məktəb platformasına qoşulmuş təhsil müəssisələrinə sırf müəllimlər üçün kompüter avadanlıqları paylanılıb və dərs prosesində müəllimlərin kompüter avadanlığı üzərindən o qeydləri aparılması Nazirlik tərəfindən dəstəklənir. Çünki hər bir tədris sinif otağına internet xətləri də çəkilib. Bildiyiniz kimi təhsil müəssisələrinə Nazirliyin verdiyi internet bildiyimiz internet kimi deyil. Orada daha az yaşlı uşaqlar olduğu üçün xüsusi filtrlənmələr aparılır və intranet əsasında onların internetə çıxışları daxili şəbəkə. Bəli, daxili şəbəkə əsasında çıxışları təmin olunur ki, yalnız tədrislə bağlı olan şəbəkələrə qoşula bilsin, saytlara daxil ola bilsinlər, tədrisi inkişaf etdirmək üçün. Yəni orada heç kim bir serialı yükləyib oturub ona baxa bilməyəcək, məlum məsələdir. Bəli, yüklənmə ümumiyyətlə bloklanıb və xüsusi filtrləmələr var. Ona görə müəllimlərin sırf bunun üçün biz məsələn həmişə belə bir sual bizə ünvanlanır ki, niyə yalnız Bakı şəhərində bu prosesə başlamışıq, niyə regionlarda başlamamışıq? Bu prosesə başlamağımızın və effektiv tətbiq etməyimizin əsas səbəblərindən, uğurlu olmağımızın səbəblərindən birisi odur ki, məktəbdə bunu dəstəkləyəcək infrastruktur olmalıdır. Yəni müəllim üçün bu kompüter olmalıdır ki, tədrisdən bu vaxta qədər biz sadəcə şagirdlər üçün məktəblərə kompüterlər paylanılıb. Hər il 40 min, 60 minə yaxın təhsil müəssisələrinə kompüterlər paylanılır. Bu rəqəmsal bacarıqlar, STEAM, peşə təmayüllü siniflər, digər layihələrin icrası üçün müəssisələrə verilir. Amma bu il ilk dəfə edir ki, sırf bu 353 təhsil müəssisəsinə elektron jurnalları icra etmək üçün biz müəllim kompüterləri verdik və artıq müəllim stolunda bu kompüter yerləşdirilir. Müəllim dərs vaxtında bu qeydləri qeyd etsin, daha sonraya qalmaması üçün bu kompüterlərlə təminat olub. Daha sonra təbii ki, müəllim otağına gəldikdə hər hansı bir tematik planında, mövzuda düzəliş etmək istəyirsə, mobil telefon üzərindən bu funksionallıq da əlavə təmin edilib, amma ilkin mərhələdə bu kompüter avadanlığı üzərindən müəllimlərin istifadəsi daha çox dəstəklənir. Bəli, bununla da nəyə görə hələ ki Bakı şəhərindədir, regionlarda deyil, sualın cavabını eşitmiş olduq. Ümid edək ki, Azərbaycanın digər regionlarında, digər rayonlarında və şəhərlərində də bu tezliklə tətbiq olunacaq. Onsuz da əksər məktəblər yenidən qurulub, yenidən təmir olunub və kompüter texnologiyalarından təmin olunub və ola bilər ki, məsələn, ucqar hansısa bir dağ kəndində olsun bu, yəni onlar da tezliklə aradan qalxacaq. Əslində məlum məsələdir. 4000-dən çox təhsil müəssisəmiz var, ümumi təhsil müəssisəsinə söhbət gedir və bunların hamısında internetə çıxış var. Daxili şəbəkə ilə hamısında internetə çıxış var. Amma belə məsələn rəqəmsal məktəbdir, elektron jurnaldır, rəqəmsal bacarıqlardır. Bu tipli platformaların orada işlər çox olduğu üçün, kütləvilik olduğu üçün onları qaldıra bilməsi üçün, yüklənmə olmaması üçün daha sürətli internet adlandırdığımız fiber optikin olmağı mütləqdir ki, bu donmalar baş verməsin, bir neçə şagird, müəllim eyni vaxtda yükləndikdə dayanmasın, iş prosesi ləngiməsin. Bu məsələn bütün müəssisələrin çıxışı olsa belə bu sürətli internet çıxışı təmin edilməlidir ki, artıq bu layihə icra edilə bilsin. Yəni Fidan xanım, gəlin radioda olduğumuz üçün analogiya aparaq da. Məsələn, indi istənilən şəxs mikrofon alıb, xüsusi avadanlıq alıb, səsini yazıb podkast kimi yerləşdirə bilər. Amma radio kimi yayımda olmaq üçün sizin peşəkar mikrofonlarınız olmalıdır, peşəkar avadanlığınız olmalıdır ki, siz radio kimi yayımı həyata keçirəsiniz. Ona görə də bax rəqəmsal məktəb platforması da eyni
bütün bunları dəstəkləyən həm maddi, texniki baza olmalıdır, həm də ki insan faktoru olmalıdır. Mən sizə uğurlar arzu edirəm. Natəvan xanıma verilişimizin ənənəvi sualını ünvanlamışdım. Zaman maşını ixtira olunsaydı hansı dövrə səyahəti seçərdi? Natəvan xanım gələcəyə cavabını vermişdi. Fidan xanım, məncə sizcə gələcək cavabını deyəcəksiniz. Nəyə görə? Bu rəqəmsal məktəb platformasının gələcəyi maraqlıdır. Özünü necə doğruldacağı mən ümid edirəm ki, əla olacaq hər şey və biz həmişə müasir texnologiyaların tətbiqini bugündən başlamalıyıq ki, bir 10 ilə, 15 ilə onun nə qədər effektiv olduğunu görək, amma məncə bu qədər də uzun çəkməyəcək. Ən azı yaxın illərdə, yaxın 2-3 ilə biz bu sistemin nə qədər gözəl çalışdığının şahidi olacağıq. Hər ikinizə uğurlar arzu edirəm, təşəkkürümü bildirirəm. Azərbaycan təhsili üçün, Azərbaycan tədrisi üçün ümumiyyətlə əlindən gələni edən və bu işə yəni bütün bacarığını əsirgəməyən bütün insanlara təşəkkürümü bildirirəm və yeri gəlmişkən 5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Müəllimlərə də bəribaşdan təbrik edirik. Pedaqoji heyət hamısını təbrik edirik. Həqiqətən əziyyətləri çoxdur Bəli. və bizim əsas öhdəliyimiz onların zamanını daha optimallaşdırıb sadəcə tədris istiqamətində effektivliklərini artırmaqdır. Minnətdaram sizin hər ikinizə. Təşəkkür edirəm Çox ki, sağ olun. gəldiniz. Əziz dinləyicilərimiz, bugün Zaman Maşında mənimlə həm söhbətlər məktəbə qədər və təhsil üzrə Dövlət Agentliyində rəqəmsal inkişaf sektorunun müdiri Fidan xanım Nəcəfova idi və Natəvan xanım Bədəlova idi, təhsil sisteminin informasiyalaşdırılması idarəsinin əməkdaşı. Ümid edirəm ki, bütün suallarınıza cavab tapdınız. Diqqətiniz üçün təşəkkürümü bildirirəm. Özünüzə və planetə yaxşı baxın, eşitlərik.